Salam, coğrafiya 8-ci sinif 1-ci tədris vahidi üzrə kiçik summativ qiymətləndirmə nümunəsinə baxırıq. Birinci sual. Fiziki coğrafiyanın sahələrinə ayırın. Deməli, bildiyimiz kimi coğrafiya iki yerə bölünür. Fiziki coğrafiya və iqtisadi coğrafiya. Yəni, fiziki coğrafiya əsasən təbii şeylər, yəni təbiətə aid olan şeyləri öyrənir. İqtisadi coğrafiya isə insanla bağlı olan sahələri öyrənir. Deməli, yerşünaslıq coğrafi təbəqədə baş verən ümumi qanun uyğunluqları öyrənir. Yəni, fiziki coğrafiyaya aiddir. İqlimşünaslıq iqlimi öyrənir. Fiziki coğrafiyanın bir sahəsidir. Sonra hidrologiya daxili suları öyrənir. Fiziki coğrafiyanın bir sahəsidir. Əhali coğrafiyası əhalinin sayını, yerləşməsini öyrənir. İqtisadi coğrafiyadır, bizə lazım deyil. Kənd təsərrüfatı coğrafiyası, yəni kənd təsərrüfatı sahələrini öyrənir və iqtisadi coğrafiyaya aiddir. Torpaq coğrafiyası isə torpaqların xüsusiyyətlərini və quruluşunu öyrənir. Yəni fiziki coğrafiyanın bir sahəsidir. Yəni burada bizə 1, 3, 5, 6 fiziki coğrafiyanın sahələridir. İkinci sual. Coğrafi dini biliklərin toplanması mənbələrinə hansılar aiddir? Yəni biz coğrafi məlumatlar günümüzdə, yəni müasir biliklər, Şimal Buzlu Okeandakı Dreyf stansiyaları, bəli, bu doğru cavabdır. 2. Antarktidada elmi stansiyaların yaradılması, bəli, bu da bizə yeni məlumatların əldə edilməsinə kömək göstərir. Ərazinin ekoloji mühitinin qorunması düz coğrafiyada günümüzdə əsas məsələlərdən biridir, amma biliklərin toplanması mənbəyi deyil. Təcrübə sınaq stansiyalarının torpaqlar üzərində təcrübə sınaq stansiyalarının qurulması. Torpaqlar üzərində təcrübə sınaq stansiyalarının qurulması düzdür, müəyyən məlumatlar əldə oluna bilər təcrübə sınaq stansiyalarında. Bunu da götürmək olar, torpağın quruluşunu öyrənmək olar. Əkinizin genişləndirilməsi, meşələrin salınması, bu yeni biliklərin əldə olunması mənbəyinə aid deyil. Üçüncü sual, indi isə bizə iqtisadi və sosial coğrafiyanın sahələrini istəyir. Deməli, sənaye coğrafiyası, yəni sənayenin quruluşunu xüsusiyyətini öyrənir. Bəli, iqtisadi coğrafiyadır. İqlimşünaslıq bayaq dediyimiz kimi fiziki coğrafiyadır. Okeanologiya, okeanları öyrənir və fiziki coğrafiyadır. Torpaq coğrafiyası dediyimiz kimi fiziki coğrafiyadır. Əhali coğrafiyası və kənd təsərrüfatı isə iqtisadi coğrafiyaya aiddir. Dördüncü sual. Alexander Humboldt'un Cənubi Amerikanın öyrənilməsində əldə etdiyi əsas nəticələrə aiddir. Amazon çayı rejimini və nəqliyyat əhəmiyyətini öyrənilib deyilir A bəndində bizə. Düzdür, Alexander Humboldt Amazon çayında araşdırmalar aparmışdı, amma nəqliyyat əhəmiyyətini öyrənməmişdi. Əhalinin miqrasiyası və ərazi üzrə yerləşməsi, xeyr, əhali hələ orada tam olaraq miqrasiya eləməmişdi oraya, yəni tam olaraq bunu öyrənməmişdi Alexander Humboldt. Bitki örtüünün şarkuli zonallıq üzrə yayılması və okean cərəyanlarının təsiri, bəli, bunlar And dağlarında şarkuli qurşağı öyrənmişdi və burada bitki coğrafiyası elminin əsasını qoymuşdu. Həmçinin Cənubi Amerikadakı qərb sahillərinə soyuq okean cərəyanlarının təsirini araşdırmışdı. Cavabımız C bəndi olmalıdır. Sonra 5-ci sual, Antarktidanın öyrənilməsinin hansı əhəmiyyəti ola bilər? Sahil boyu dəniz nəqliyyatının inkişafı, xeyr, Antarktida ətrafında dəniz nəqliyyatının inkişaf edə bilməz, çünki ətrafı buzlarla örtülüdür. Ətraf suların xassələri, yerin iqlimində baş verən dəyişiklikləri izləmək. Bəli, bu düzgün cavabdır. Ətraf suların xassələrinə və yerin iqlimində baş verən dəyişiklikləri izləmək birbaşa təsir göstərir, çünki orada buzlar əriyəndə qlobal istiləşmənin baş verməməsi haqqında da məlumat əldə etmək mümkündür. Cavab B bəndidir. Heyvanat aləminin artımını müəyyən etmək, xeyr, bu Antarktidanın bizə əsas əhəmiyyəti deyil. Yerin iqlim və torpaq xəritəsi tərtib etmək, xeyr, Antarktidanın burada dəxli yoxdur. Ölkələr arasında rabitə əlaqəsi də burada dəxli yoxdur. Düzgün cavab B bəndi olmalıdır. Sonra 6-cı sual. Azərbaycanda fiziki coğrafiyanın inkişaf sahəsində əməyi olan alimləri müəyyəndir deyilir bizə. Birinci bizə H. Əliyev yazılıb. Düzdür, burada biraz baş qarışdırır. Bu H. Əliyev, Hadı Əliyev də ola bilər, Həsən Əliyev də ola bilər. Hadı Əliyev isə iqtisadi coğrafiyanı öyrənib, Həsən Əliyev isə torpaqları öyrənib, torpaqlarda fiziki coğrafiya. Hələlik bu qalsın, çünki ya Hadı Əliyev də ola bilər, Həsən Əliyev də ola bilər. Budaq Budaqov Azərbaycan relyefini öyrənib, relyefi də fiziki coğrafiyadır. Sonra Əli Abbas Mədədzadə də həmçinin fiziki coğrafiyaya aiddir, iqlimini öyrənmişdi Azərbaycanın.
Müseyib Müseyibov da budaq ola bir yerdə relyefini öyrənmişdi. Bu da düzgün cavabdır. Sonra burada Hacızadə və Asəf Nadirov isə onlar iqtisadi coğrafiyasını öyrənmişdi. Əbdürrəhim Hacızadə və Asəf Nadirov isə iqtisadi coğrafiyasını öyrənmişdi. Yəni buradakı bizim H. Əliyevdə, Hadı Əliyevdə o da iqtisadi coğrafiyanı öyrənmişdi. 2, 3, 5 düzgün cavab olmalıdır sualımızda. Amma bu Həsən Əliyev deyirsə əgər 1, 3, 5 cavabı düzgün gəlir. Onun üçün 2 cavab düzgün ola bilməyəcək üçün bunu biz Hadı Əliyev kimi götürürük. 7-ci sual. Azərbaycanda coğrafiyanın inkişaf sahəsində çalışan alimlərin gördüyü əsas işlər hansılardır? Yəni, Azərbaycan coğrafiyanın inkişafı sahəsində bir sıra alimlərin Azərbaycan coğrafiyanın inkişafında xidmətləri olmuşdur. Məsələn, biz qeyd edə bilərik, Həsən bəy Zərdabini Azərbaycanın təbiətinin, torpaqların öyrənməsində zəngin məlumatlar vermişdi. Qafur Rəşad Mirzəzadə ilk Azərbaycan dilində yazılmış coğrafi kitabın müəllifidir. Sonra Salih Rüstəmov Azərbaycan hidrologiyasını öyrənmişdi. Bayaq qeyd etdiyimiz kimi Budaqov, Müseyib Müseyibov relyefini, Ənvər Şıxlinski, Əli Abbas Mədədzadə iqlimini öyrənmişdi. Xəzər dənizində Qasımgül öyrənmişdi. Bunları bu formada qeyd etmək olar. Düz cədvəldə kiçik formada verilir. Bunları burada qeyd etmək olar. Afrikanın öyrənilməsi sahəsində rolu olan alimlərin adlarını seçin. Deməli, David Livingstone Afrikanın mərkəzi cənublarını öyrənmişdi. Alexander Humboldt Cənubi Amerikanı, yəni Amerikanın daxili rayonlarını öyrənmişdi. Semyon Dejnyov Avrasiyanın ucqar şəhər nöqtəsini kəşf etmişdi. Vitus Bering Şimali Amerika və Avrasiya arasındakı Bering boğazını kəşf etmişdi. Henry Morton Stanley də həmçinin Afrikanı öyrənmişdi. Yəni bu düzgün cavab 1 və 3 olmalıdır C bəndə. Sonra 9-cu sual. 9-cu suala baxaq. Böyük Britaniyanın Challenger tədqiqat gəmisində dünya səyahəti nəticələrinə aiddir. Deməli, bildiyimiz kimi Böyük Britaniyanın Challenger gəmisi 1872-76-cı illərdə səyahətdə olub və həmin səyahət müddətindən sonra okeanologiya elmi inkişaf etmişdir. Birinci, Atlantik okeanının qərbə üzüb keçməyin mümkün olması. Bu artıq Challenger gəmisinin, bu artıq Kolumb və Amerika Vespucci, həmçinin Ferdinand Magellan'dan sonra bu artıq məlum idi. İnsanlara dünya haqqında ilk dəfə elmi cəhətdən öyrənilməsi, bəli, əsas Challenger səyahətinin məqsədi əsasən dünya okeanını elmi cəhətdən öyrənmək idi. Okean cərəyanı hərəkət istiqamətinin müəyyən edilməsi, bəli, istiqamətində müəyyən olunmuşdur. Sakit və Atlantik okeanların arası su keçidinin müəyyən edilməsi, bu su keçidini ilk dəfə Ferdinand Magellan müəyyən etmişdi. Magellan boğazını keçməklə bu da aid deyil. 5-ci bəndə isə bizə deyir, okeanologiya elminin əsası qoyulmuşdur. Bəli, Challenger gəmi səyahətindən sonra okeanologiya elminin əsası qoyulmuş oldu. Yəni, bu da düzgün cavab olmalıdır. Bəli, düzgün cavab kimi seçib götürməlidir bu da. Yəni, bu düzgün cavab 2, 3, 5 bəndləri olur.